biz də Asan Könüllülər olaraq bu Xəzəri Qoruyaq layihəsində aktiv şəkildə artıq illərdir iştirak edirik və bugün də elə 300 könüllü Asan Könüllüsü ilə birlikdə ərazini tullantılardan təmizləmişik. Xəzər bizim özümüzündür, sahilimizdir, təbiətimizin bir hissəsidir və Azərbaycan üçün çox vacibdir. Hər şeydən qabaq bizim vətəndaşlarımız gəlirlər, burada istirahət edirlər və təbii ki, necə ki biz evimizi təmiz saxlayırıq, ətrafı da o şəkildə təmiz saxlamalıyıq. Çünki ərazidə kifayət qədər təəssüf ki, tullantılar var idi, istər şüşə, istər plastik, polietilen torbalar və mən hər bir belə deyək, Azərbaycan vətəndaşını məsuliyyətlə layihədə iştirak etməyə çağırıram, ərazini qorumağa çağırıram. Nəinki Xəzəri, eyni zamanda bizim bütün Azərbaycan ərazisini. Onu qeyd etmək istəyirəm ki, Asan Könüllülərin özləri də ekoloji sahədə müxtəlif layihələr həyata keçirirlər. Elə Yaşıl Asan proqramı artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu proqram çərçivəsində də Asan Könüllüləri olaraq müxtəlif ekoloji maarifləndirmə aksiyaları həyata keçirmişik. Elə bu cür təmizlik aksiyaları, ağac əkmələr, eyni zamanda makulatura qəbulları həyata keçiririk ki, bildiyiniz kimi ağaclardan istifadə olunur kağızları hazırlamaq üçün və biz vətəndaşlardan, qurumlardan kağız belə deyək, məhsullarını qəbul edirik ki, artıq bu da 2000 tondan çox daha doğrusu kağız yenidən emala göndərilmişdir.